Anam yanımda olmadığı bu zaman ərzində anladım ki, Dost yoxdur. dost yoxdur. Bəli. Elə anladım. Yəni Buradan üzümü anama tutub ona demək istəyirəm ki, səni çox sevirəm. Sən mənim idealımsan. Yaxşı ki mənim anamsan. Səninlə fəxr edirəm. Nə yaxşı ki sənin qızınam. Dünyaya bir daha gəlsəydim, səni kimi mərd bir qadının övladı olmaq istəyərdim. darıxmısan onun üçün. Hədsiz çox. Nə etmək istəyərdim? Bax, bu anda qarşımda olsaydı nə edərdim? Yəqin ki elə bir sevincdən elə bir qışqırardım ki, dağlar əsərdi. Dağlar əsərdim. O qədər darıxmısan. Nə edərdin? Qışqırandan sonra nə edərdin? Nə deyərdin? Yəqin ki doyunca sarılardım və bir neçə müddət ancaq yanında olardım. Gecə bir yatardım, səhər bir durardım. Ehtiyacım var ona. Hədsiz çox. Çünki mən 24 saat anamla görüntülü telefonla danışan insan elə olmuşuq biz ana-bala və pis yaxşı nə olsaydı həmən ona yığıb çatdırırdım ki, belə bir şey oldu. İndi hərdən yaxşı bir xəbər olur, istəyirəm zəng eləyim, yığa biləcək yerim yoxdur çünki telefonları məndədir. Özünü bu mövzuda çox zəif hesab edirsən, ha? Gücsüz, zəif. Hədsiz çox. Bilirsiniz, deyirlər, övladlar atadan yox, anadan yetim qalır. Bu doğrudur. Çünki mən zaten atadan yetim idim. Mən atasız böyümüşəm. İndi anam da yoxdur, doğrudan da elə yetiməm. Ona görə istəmədim bu cümləni əslində istəmədim bu haqda danışmaq, amma redaktorların təkrar deməyindən sonra danışdım bunu. Bircə onu bilirəm ki, bir övlad üçün anasının, atasının yanında olmaması ona çox təsir. Bilirsiniz necədir? Bir də düşünün ki, mən hələ artıq bəlli bir şeylər yaşamışam, bəlli bir yaşım var, amma bir də körpələr var. Mən beləyəmsə indi onların anaya ehtiyacı var çünki. Nə yaxşı ki, bax o sevgi var, həyatında qızın var. Gedib ona sarılırsan, onda daha güclü olmaq istəyirsən, onun üçün güclü olmaq istəyirsən. Bəli. İnsanlar bu həyatda xoşbəxt, bütünlüklə xoşbəxt olmayacağını anlamalıdırlar. Yadında mən Bəli. burada biz efirdə olanda, mən aparıcılıq eləyəndə səninlə, sən mənə sual verdin, bütünlüklə xoşbəxtsənmi? Mən dedim, yox. Bəli. Dedin, nə vaxtsa ola bilərsənmi? Dedim, yox. Çünki həyatda heç bir insan bütünlüklə xoşbəxt ola bilməz. Kiminsə hardasa bir qırığı var. Bir yarımçıq qalan bir hekayəsi var. Yəni bütünlüklə xoşbəxt olan insan inanmıram ki olsun. Hardasa, kimdəsə, nədəsə bir yarımçıq olan hissəmiz. Ay Allah saxlasın, şəklini Ay sənə qurban olum. Tez o şəkil verdilər ki, Aysun biraz gülsün, üzü gülsün. Sənə qurban. İndi yəqin ki, baxır o normalda mən icazə vermirəm ona mutika falan baxmağa. Yalnızca dırnağını tutanda baxır, bir də mən efirdə olanda. Efirdə onda indi 100% məni görüb deyir, anne. Anne, Allah Ana saxlasın. qurban səni. Allah bütün balaları saxlasın. Dünən gördüm, bütün sosial şəbəkələrdə paylaşılmışdı. Tarixin bir günü verilişində.